Salam dəyərli dostlar. Bildiyiniz kimi bu gün şirkətlərdə kompüterlərin IP ünvan almağı, əldə etməyi ya DHCP serverlər vasitəsilə olur və ya statik əllə verilir kompüterlərə IP. Bu gün mən həm Palo Alto'nun özünün DHCP server kimi işləməyini, yəni IP paylamağını və Windows serverin IP paylamağı konfiqurasiyasını edəcəm və bunu hər ikisini sizə göstərəcəm. Palo Alto üzərində sadə konfiqurasiya etmişəm, yəni inside zone, outside zone, yəni daxili şəbəkə və internetə çıxış şəbəkəsi. Və indi gəlin Palo Alto'nun özünü DHCP server olaraq işləməsini, konfiqurasiyasını sazlayaq və kompüterin IP almağını təmin edək. Gördüyünüz kimi burada mən daxili şəbəkəni 10.221.150.1.0 subnetində qeyd etmişəm və internetə çıxış interfeysi isə 192.168.168 subneti üzərindən çıxır. İlk öncə gəlin DHCP konfiqurasiyası bu hissədə olunur. Əgər Palo Alto'nun özünü DHCP server kimi konfiqurasiya etmək istəyiriksə, birinci hissədə, yəni DHCP server hissəsində IP veririk və interfeysini, yəni hansı interfeysi DHCP paylayacaq, o interfeysi seçirik. Əlbəttə ki, biz daxili interfeysi seçdiyimizə görə, daxili kompüterlərə 10.221 birli şəbəkə üzərindən IP paylamağını istəyiriksə, Ethernet 1.2 interfeysini seçirik və IP təyin edəcəyik burada DHCP server olaraq. Daha doğrusu DHCP range olaraq IP təyin edəcəyik. Hansı rangelərdən kompüterlər IP alsın, hansı aralıqdan. IP range olaraq pool seçirik, yəni hansı aralıqda IP paylasın server, Palo Alto, o aralığı qeyd edirik. 10.221.1.150 və 1.200 aralığında IP qeyd edirik. Bu hissəyə isə yəni hansı IP-ni ola bilsin ki, hansısa bir kompüterin IP-sini statik MAC-a bağlamaq istəyirik ki və o IP heç vaxt dəyişilməsin, statik olaraq, eyni olaraq qalsın. Bu hissədə isə artıq gateway olaraq biz Palo Alto'nun interfeysini qeyd edirik, gateway IP-sini qeyd edirik, kompüterlərin gateway adresini və subnet maskını qeyd edirik. Primary DNS olaraq 8 Google IP-sini qeyd edirik. Artıq Palo Alto hissəsinə demək olar ki, hazırdır və commit edirik. Tamamlandıqdan sonra biz kompüteri əlavə eləyək EVNG üzərində qurmuşam mən bunu. EVNG-yə əlavə eləyək Windows 10 kompüteri yaradaq və əlavə edək. Burada hər hansı bir ikonkadır, yəni seçirik, necə görünsün. Əlavə etmək üçün switch-i söndürməliyik, sonra switch-i portunu apply etməliyik və kompüteri yandıraq və yenidən switch-i yandıraq. Sonra isə kompüterə daxil oluruq və artıq biz kompüterə daxil olduqda DHCP serverdən, yəni Palo Alto'dan avtomatik IP alacağını görəcəyik. Biz 10.221.1.150-dən başlanğıc IP-sini qeyd etmişdik və elə ilk IP-ni də
aldığını görəcəyik. Artıq commit tamamlanıb. Command line üzərindən yoxlayaq. Gördüyünüz kimi artıq yeni IP aldığı üçün avtomatik bu şəkildə görsənir adaptörü. IP aldıqda və ya şəbəkəyə qoşulduqda bu şəkildə görsənir. IP config vasitəsilə biz IP-ni görə bilərik. Gördüyünüz kimi 12.1.1.150 IP-sini alıb artıq DHCP Palo Alto üzərindən işləyir. Yəni IP-ni Palo Alto'dan alır. DHCP server olaraq Palo Alto IP paylayır. Daxili şəbəkəyə interneti də yoxlayaq. Hər hansı bir sayt Google olsun. Əgər qoşulursa artıq şəbəkə var. Burada sertifikat yazılmalıdır Palo Alto'nun. Biz əvvəl yazmışdıq deyə. Decryption ilə. Ona görə sertifikat istədi. Artıq hazırdır, yəni və loqlarda da görə bilərik ki, IP-miz internetə çıxışı var. İndi isə keçək DHCP server Palo Alto'nun özü yox, digər kənar bir Windows server 2016 üzərində yoxlayacağıq. Bunun üçün biz serverdə DHCP server silirik Palo Alto'dan və əlavə bir EVNG-də DHCP Windows server əlavə edirik və DHCP funksiyasını, rolunu orada yaradırıq. İlk öncə node yaradaq, DHCP server Windows 2016-nı əlavə edirik. Sonra switch-ə birləşdiririk həmin. İlk öncə Windows serverə daha aydın başa düşülməsi üçün ad verək. DHCP server olaraq fəaliyyət göstərəcək laboratoriyamızda. Bu isə Active Directory və DNS serverdir, sağ tərəfdəki Windows server. Və biz DHCP serverdə də həmin DNS-i qeyd eləyəcəyik IP-sini, 12.121.100 IP-sini. DHCP serveri switch-ə bağladıqdan sonra DHCP serverə qoşuluruq, yəni daha doğrusu Windows serverə qoşuluruq və DHCP server funksiyasını nastroykasını edirik. Burada isə Palo Alto'da isə çox sadə bir konfigurasiya olunacaq, onu göstərəcəm sizə. IP-nin silinməsi üçün yenidən release və sonra renew eləyəcəyik, yenidən IP alacaq. Release eləyirik, IP config release və IP artıq görünmür, yəni görünməyəcək. Əvvəlki IP silinəcək, avtomatik aldıq IP. Gördüyünüz kimi artıq IP almır, çünki DHCP ləğv olunub. Serverə daxil oluruq. Serverə daxil olduqdan sonra ilk öncə serverə IP adres təyin edəcəyik.
Deyəsən biz DHCP serveri burada commit-i sıxmamışıq. Palo Alto'da commit verib bayaqki sildiyimiz DHCP konfigurasiyasını ləğv edəcəyik. Palo Alto serverə də DHCP IP vermək istədi. IP adresi təyin edək Palo Alto üçün. Gördüyünüz kimi IP adresi almayıb hələ. Mən DHCP serveri eyni daxili subnetdən IP təyin edəcəm. Bu fərqli subnetdə ola bilər. Yəni sadəcə olaraq icazə açılacaq. 200 IP-si verirəm. 10.221.1.200 gateway də Palo Alto'nun daxili interfeysini, gateway-ni qeyd edirəm. DNS server isə bizim yaratdığımız DNS server və secondary olaraq Google-un IP-sini qeyd edirəm. Tamam, artıq biz əlavə edə bilərik. Rol yaradırıq və DHCP serverin rolunu yaradırıq. Çox sadədir DHCP server funksiyasını enable etmək. Burada next vuraraq install edirik DHCP server toolunu. Bu tamamlanana qədər mən sizə DNS serverin IP-si nə olduğunu göstərim. Həm Active Directory və DNS server birlikdə çalışır. Burada mən Palo Alto üzərində yaratmışdım. Gördüyünüz kimi IP-si 10.221.1.100'dür. DNS serveri. Və domain adı olaraq da mycompany.local qeyd eləmişəm. Tamamlandı. İndi isə əlavə bir bizdən tələb eləyir. Rolu features-ı enable eləmək üçün add eləyirik. Tamamlandıqdan sonra isə DHCP server üçün skop yaradırıq. IPv4 üzərindən skop yaradırıq. Yeni bir skop yaradırıq. Və hansı IP pooldan, yəni IP-lər paylayacaq, onu qeyd edirik skopda. DNS serveri qeyd edirik. İlk olaraq ad veririk. Yəni burada məsəl üçün hansı şirkətin IP-ləri hansı region olacaq deyək ki, hər hansı bir region üçün o regionun IP-lərini, IP subnetini qeyd edirik və alacağı IP aralığını qeyd edirik.
Subnet maska qeyd edirik və uzunluğu da 8 gün olur default olaraq. Burada isə exclusion-la əlavə edirik, yəni əlavə eləməyə də bilərik. Hansı IP-ləri almasın, verməsin. Burada da gördüyünüz kimi 8 gün IP qala bilər. Yəni DHCP IP aldıqdan sonra 8 gün həmin IP qala bilər. Sonra əgər yenidən qoşulsa və yeni IP alacaq. Burada isə gateway qeyd edirik, yəni Palo Alto'nun interface IP-sini və DNS serverlərdə burada gördüyünüz kimi artıq görünür 12.121.100 və Google-un IP-si. Next eləyib keçirik. Yes deyirik və finish tamamlandı. Artıq bizim DHCP serverimiz hazırdır, konfiqurasiyası və yeni IP. Artıq biz DHCP kompüterimizi qoşa bilərik şəbəkəyə və DHCP serverdə həmin IP-ni görəcəyik. Burada adres pool hissəsində aralığı görürük. Gördüyünüz kimi address lists hissəsində yeni qoşulacaq kompüterlərin IP-ləri görsənəcək. Hələ ki boşdur. Bu hissədə isə artıq DHCP relay hissəsində Palo Alto'da eyni ilə yenə interfeysi qeyd edirik. Yəni kənar bir DHCP server nastroyka ediriksə, Palo Alto'da DHCP relay olaraq, sadəcə olaraq DHCP serverin IP adresini qeyd edirik. Artıq Palo Alto DHCP sorğularını DHCP serverə göndərəcək. Və commit etdikdən sonra kompüterimizə daxil olub release edirik, yəni IP-ni təzədən silərik və renew etdikdə yenidən IP alacağını görəcəyik. Və həmin IP-nin də gördüyünüz kimi IP-ni aldı və həmin IP-ni də DHCP serverdə artıq görə bilərik. Gəlin baxaq, DHCP serverə daxil olaq və bu hissədə refresh etdikdə gördüyünüz kimi kompüterin aldığı IP artıq burada görsənir. Və kompüter və biz Google-a ping də ata bilirik. Artıq internetə çıxışımız var. IPconfig all verdikdə isə həm DNS serveri, həm DHCP serverin IP-sini hər birini görə bilərik. Və hətta DNS serverin portuna da telnet edə bilərik. 12.121.100 DNS serverimizin domain portuna, yəni 53 portunu görə bilərik. Bu qədər dəyərli dostlar. Bugün mən sizə yəni şəbəkəmizdə istifadə etdiyimiz kompüterlərin alacağı IP-dən həm Palo Alto üzərində, Palo Alto'nun özünün, həm də kənar Windows serverin DHCP server olaraq necə işlədiyini göstərdim. Ümid edirəm faydalı oldu. Sizin üçün biraz video uzun alındı. İnşallah növbəti yeni videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın, sağ olun.